Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalam ondan öyüd, nəsihət və moizə istəyən şəxsə belə buyurur. Əməlsiz axirət xoşbəxtliyini ümid bəsləyənlərdən və uzun-uzadı arzularla tövbəni təxirə salanlardan olma. O, dünya barəsində zahidlər kimi danışar, amma onda dünyapərəstlər kimi davranar. Dünyadan ona bir şey çatsa doymaz, çatmasa qane olmaz. Ona verilənin şükrünü yerinə yetirməkdə acizdir, amma yenə artığını istəyir. Başqalarını pis işdən çəkindirər, amma özü çəkinməz. Başqalarını yaxşı işə vadar edər, amma özü ona əməl etməz. Əməli salihləri sevər, amma onların gördüyü işi görməz. Günahkarlara nifrət edər, amma özü onlardan biridir. Günahı çox olduğu üçün ölümdən xoşu gəlmir, amma ölümdən xoşu gəlməməsinə səbəb olan əməlləri davam etdirir. Xəstələnəndə peşman olar, sağalanda isə arxayınlaşıb əylənməklə məşğul olar. O, sağlam olanda xudbin və məğrur olar, çətinliyə düşəndə isə ümidsizləşər. Əgər o bəlaya düçar olsa, əl açıb çarəsizlər kimi dua edər. Əgər firavanlıq və asayişdə olsa, qürrələnərək Allahdan üz döndərər. Nəfsi onu dünya işlərində güman etdiyi şeylərə sövq edir, amma axirət işlərində yəqini olan şeyə etinasızdır. Başqaları üçün öz günahından kiçik bir günaha görə qorxur və özü üçün əməl etdiyindən artıq şey gözləyir.